Qruplarımız təqdimata hazırdır. Buyurun uşaqlar. Cənub Qərbi Asiya çayları. Ən nəzik çay sistemləri burada yerləşir. Ən nəzik çay sistemləri olan Bəzər və Fərat, Mesopotamiya ovalığı boyunca axır. İkinci qrup buyur. İkinci qrup Mərkəzi Asiyada olan çaylar haqqında məlumat yazmışıq. Mərkəzi Asiyada çay və göç şəbəkələri seyr etdirir. Ən mühüm çaylar Amudəriya, Sırdəriya, Kəşləriya, çaylarından başlayaraq qumlu səhralarda və oxarsız hövzələrdə. Üçüncü qrup. 5410 kilometr. Toplayıcı sahəyə görə ob fərqlənir. Qərbi Sibir düzənliyi üzərindədir. Amudəriya Mərkəzi Asiyanın ən mühüm çaylarındandır. Ucu dağlardan başlayaraq qumlu səhralara, axarsız hövzələrə tökülür. Fərat çayı Mesopotamiya ovalığı boyunca axır. Fərat çayı qədim zamanlardan əhalinin həyat və təsərrüfat fəaliyyəti. Dördüncü qrup. Tapşırığımız Sibir çayları haqqında məlumat edir. Sibir çayları qışda əsasən donmuş olur. Sibir çayları üzərində seslər tikilir. Suyun axarının təzyiqini artırmaq üçün də üzərində bəndlər tikilir. Zəhmət olmasa vərəqlərinizi gətirin partanın üstünə qoyun. Məlumat dolğunluğuna görə ikinci qrupun yazdıqları daha çoxdur. Bir də dördüncü